Ya Allah, hoş gördük her birimizi değerli izleyicilerim. Şuvalandan herkese salamlar. Şuvalanda 4 sotun içinde 160 kvadratlık evin təqdimatına geldik. Ama her zaman dediğim kimi evlerinizi alanda mütləq ve mütləq yoxlatdırın. Bu gözəlliklərə allanmayın. Tikintinin şəkillərini, videolarını tələb eləyin. Qardaşınıza qulaq asın, xeyir tapacaqsınız. Başladıq. Silik sevənlər buradasınız. Qəşəng sakit bir məhəllədə sizlərə ev tapmışam. 25 kvadratlıq besetkası. Qış aylarında da rahatlıqla əyləşə bilərsiniz. Çünki isti döşəməlidir. Maşın saxlaya biləcəyiniz yeri. 8 metr uzunluğunda, 5 metr enində, 1,60 dərinliyində hovuzu. Bu arada 10 tonluq su ambarı, hovuzun filtr sistemi yanındadır. Ehtiyat igidin yaraşığıdır deyib, hovuzun yanında su ambarı qoyulub. O demək deyil, burada su yoxdur. Dövlət suyu, qazı, işığı, kupçası, ipotekaya yararlıdır. Ətrafını tam dövr eləmək mümkündür. Bu arada evi tam keramogranitlə üzləyiblər. Bunu da qeyd eləmədən keçməyək. Hol 38 kvadratlıq zal. Zaldan hovuz görüntüsü. Mətbəxdir bu. Maşallah, maşallah. Hər kim alacaqsa xeyirli uğurlu olsun. Gözəl. Otaqların hündürlüyü 2,30. Burada da bir yataq otağını görürsünüz. Valideyn otağı dediğimiz özünün sanitar qovşağı. Sanitar qovşağı. Kvadratlıq yataq otağı. 20 kvadratlıq yataq otağı. Tavanın hündürlüyü 3,40'dır bu arada. Değerli müşterilerimiz, gözəl izləyicilərimiz, like'larınızı unutmursunuz. Bu evi sizlərə 390 bin manata təklif eləyirəm. Təbii ki, start qiymətdir. Hər zaman söz verdiyim kimi real alıcılarımıza endirim olunacaq. Məncə bu fürsəti dəyərləndirin. Bu ev almağa dəyər. Bu evi almağa dəyər, əslində belə bitirməliydim. Sizlərə yolunu da göstərim. Gördüyünüz kimi 7 metr enində geniş bir yolu var. Bu arada bu evin kanalizasiya sistemi var. Mən bayaq videolarımda demişdim ki, yoxdur şambo sistemi. Baxın, göstərsin zəhmətimizin kameramız. Bu evdə o da var imiş, xəbərimiz yox imiş. Kameraları hamısı hazırdır. Ya Allah, getdik.